İlk mən sizin fikrinizcə Ermənistanın atəşkəsi davamlı formada pozmaqla nəyə nail olmaq istəyir? Bu atəşkəsin pozulması hər zaman olub. Yəni ara sıra belə sakitlik olsa da. Sadəcə çoxdan da yox idi. Çoxdan da yox idi, amma biz ümumiyyətlə ümumi kontekstdə nəzərə almalıyıq da. Onsuz da hələ sülh yoxdur iki dövlətin arasında və Ermənistan sülh müqaviləsinin imzalanmasından və ümumiyyətcə onun deməli sülh imzalanmaqla deyil də, bu sülh müqaviləsi imzalamaq hələ sülhün özü demək deyil. Orada hələ çox deməli işlər görülməlidir. Odur ki, hətta mən güman edirəm ki, sülh müqaviləsi imzalanandan sonra da təəssüf ki, Ermənistan tərəfindən atəşkəsin pozulması və yaxud sərhəd zorluğu üzərindən atəşin açılmasını görə biləcəyik. Və ümumiyyətlə, mənim ümumi mövqeyim budur ki, biz bundan sonra hətta sülh imzalanarsa, sülh həqiqətən yaranarsa, hər zaman Ermənistanı yüksək təhlükə mənbəyi hesab eləməliyik və əvvəlki tarixdə buraxdığımız əvvəlki səhvləri bir daha buraxmamalıyıq və Ermənistandan hər zaman təhlükə gözləməliyik. Mən o baxımdan soruşmaq istəyirəm. Uzun müddət idi ki, səhv eləmirəmsə bir 6-7 ay olardı ki, bu miqyasda atəşkəsin pozulması müşahidə olunmurdu. Və elə bir təsəvvür yaranmışdı ki, Azərbaycan və Ermənistan bu istiqamətdə müəyyən qaydaları gözləyirlər. Azərbaycan tərəfi bunu nümayiş etdirib dəfələrlə. Sizə elə gəlmirmi ki, Ermənistan indi həmin o yazılmamış qaydaları pozmaqla bu məsələnin hələ bitmədiyi mövzusunu aktuallaşdırmaq istəyir? Hansı beynəlxalq oyunçuları cəlb eləmək istəyir Heydər müəllim dediyi kimi? Və yaxud da göstərmək istəyir ki, sülh müqaviləsinin təcili imzalamasaq regionda partlayacaq bir vəziyyət yaranıb. Bir növ diqqəti cəlb eləmək istəyir ki... Ola bilər, əlbəttə ki, bunu istisna etmək olmur. Özdə indi siz üçüncü qüvvələr dediniz. Elə ola bilsin ki, elə məsələ o üçüncü qüvvələrin təsiri altında Ermənistan bunu etmiş ola bilər. Biz artıq ən azından üzdə olanların bir neçəsini bilirik ki, Azərbaycanla Ermənistan arasında sülhün bağlanması və nəqliyyat Zəngəzur dəhlizinin açılmasına açıq qarşı çıxmış ölkələr var. Biri İrandır, biri Fransadır məsələn. Rusiya bu haqda açıq heç nə deməsə də, amma Cəfər Cabbarlının məşhur 1905-ci ildə əsərdəki o atan Kazaklardır. Biz düzdür, bədii əsərdə olsa, amma tarixi hadisələr əsasında yazılmışdı. Odur ki, bu da ola bilər Matviyenkonun bura bu yaxınlarda elə gəlişi ərəfəsində yoxsa hətta həmin gün oldu da o. Yəni, belə şeylər ola bilir. Çünki hər ölkənin burada öz marağı var və o maraqlar toqquşur. Və o maraqları toqquşan ölkələr sülh prosesini uzatmaq istəyirlər. Azərbaycana birbaşa təsir və yaxud təzyiq edə bilmirlər. Burada üstün əl Azərbaycandadır. Amma Ermənistan burada zəif bənddir də. Ona görə və umacaqları da çoxdur beynəlxalq ictimaiyyətdən. Artıq burada vurğulandı ki, istər Minsk qrupunun yenidən canlandırılması və yaxud başqa bir formatın tapılması, ayrı-ayrı fərdi vasitəçilər, Ermənistanda simpatik yanaşan ölkələr buraya cəlb olunması, bu Ermənistanın bu illər ərzində bu qədər bu məsələnin uzanmasının davranışın əsas məqsədlərindən biri olub. Amma təkrar edirəm, başqa ölkələrində burada marağı var. Azərbaycanla Ermənistan arasında uzun müddət sülhün olmamasında maraqlı olan ölkələr var. Çünki sülh buraya ehtimalən, əgər doğrudan da bu ədalətli bir sülh olacaqsa, yollar açılacaqsa, ticarət başlanacaqsa, bütün bölgənin iqtisadi inkişafına təkan verəcək və ticari əlaqələrin, bir tək bu bölgənin içindən söhbət getmir. Onsuz da ortaq yol, Turan yolu filan, mesela Avropa ilə ticarət filan, bunlar hamısı bir çox dövlətin marağında deyil. Ona görə burada məqsəd heç də konkret həmin o sülh müqaviləsinin imzalanması da olmaya bilər. Ondan daha böyükdür məncə hədəf. Sadəcə sülh müqaviləsi burada elementlərdən biridir. Mən yadıma düşdü, bilməm nə dərəcədə razılaşarsınız deyə. Sülh protokolları yadınıza gəlir. 2010-cu ildə. Hə, Ermənistanla Türkiyə arasında o vaxt sərhəd açılması və münasibətlərin normallaşdırılması prosesi gedirdi. Azərbaycan düzdür, burada haqlı etirazını bildirdi. Amma o sülhdəki o səhnə yadınızdadır. Ermənistan Xariclər Naziri imzalamaq istəmirdi. Rusiya Xariclər Lavrov onu gətizdirdi, otuzdurdu. Patpisovay, imzala. Без предусловий. Hə, bax, ona oxşar bir şey də burada ola bilər. Məsələn, ola bilsin Rusiya Ermənistana deyib ki, razılaş, elan elə ki, razılaşırsan
top səndən çıxsın, necə deyirlər, Azərbaycan tərəfə gəlsin. Sonra da bura sərhəddə yüngülvari belə bir təxribat və yenə artıq Rusiya öz vasitəçiliyini təklif etmək üçün bir bəhanə tapır. İlk biz burada gəldik, çıxdıq Azərbaycan Birləşmiş Ştatlar münasibətlərinə və Birləşmiş Ştatların Cənubi Qafqazda maraqlarına. Çünki müzakirələr o istiqaməti getdi. Bundan əvvəl dediyim kimi Birləşmiş Ştatlar prezidentinin xüsusi nümayəndəsinin deyilənə görə Bakıya səfər olmuşdu. Nə rəsmən, nə təsdiq, nə təkzib olunub. Və eləcə də ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə köməkçisinin Azərbaycan prezidentinin köməkçisi ilə telefon danışığı olub. Nədən ibarət? Yəni Cənubi Qafqazda Birləşmiş Ştatlar əmələ gəlməyə başlayıb. Hansısa bir şartlar var əvvəlki dövrlərə nisbətən. Nədən ibarət olacaq Birləşmiş Ştatların Cənubi Qafqazda maraqları? Məncə maraqlar həmin maraqlardır. Onlar dəyişməyib. Sadəcə araya Orta Şərq və Əfqanistan girmişdi deyə çox dərin böhran idi. Amerika Birləşmiş Ştatları həm Bidenin dönəmində özəlliklə, amma bu əslində Barack Obamadan başlayan bir böhrandır da, onun yanlış xarici siyasətinin nəticəsidir deyə. Başları daha çox ora qarışmışdı. Ona görə Cənubi Qafqaz, üstəlik Rusiyanın Ukraynaya təcavüzü, Cənubi Qafqazda da bizim müharibəmizi qələbə ilə bitirməyimiz artıq özü tez bir zamanda, bu çox önəmlidir. Müharibə uzansaydı, əlbəttə ki, diqqət artacaqdı və müdaxilə etməyə çalışacaqdı. Amma Azərbaycanın müharibəsi, öz vətən müharibəsini çox tez bir zamanda qələbə ilə başa vurması ona imkan verdi ki, daha sonra o deməli elə bir kontekst yarandı ki, Amerikanın güya burada maraqları sanki azaldı. Azalmadı, sadəcə diqqət azalmışdı. Üstəlik Gürcüstandakı gedişat, halbuki mən Qərbin Gürcüstandakı gedişata münasibətini çox yanlış hesab edirəm. Biden administrasiyası Gürcüstanın rəhbər vəzifəli şəxslərinə sanksiyaların qoyulması, Avropa Birliyinin eyni zamanda Gürcüstan Rusiyaya yönümlü bir siyasət aparmağa başlayıb, güya nə bilim Ivanishvili Putin adamıdır, güya Gürcüstanda nə bilim diktatura doğru bir inkişaf gedir. Tamamilə yanlışdır. Sadəcə Gürcüstan öz risklərini nəhayət ümumi gedişatı anlayıb öz risklərini idarə etməyə çalışır. Azərbaycan örnəyini gördü, Ukraynanın başına gələnləri gördü. Ona görə öz təhlükəsizlik deməli yenidən qurmağa başlayır. O heç də demokratiyadan əl çəkmək və yaxud hansısa dəyərlərdən uzaqlaşmaq deyildi. Və heç Gürcüstan da Avropa Birliyindən, əməkdaşlıqdan, o cümlədən aşbadan çıxası da deyildi. Əksinə bütün onların bəyanatları əməkdaşlıq üzərində qurulmuşdu. Amma o reaksiyanı görəndə deyə bu gəldi. Mən biraz uzandı, kontekst çıxdı sanki. Amma bunu bir ümumi kontekstdə görürəm. İndi artıq Trump'ın administrasiyası ki, hər yerdə sülh də olmasa, amma ən azından aktiv münaqişələrin dayandırılması məqsədini qoyub qarşısına. İndi Orta Şərq aydındır aşağı yuxarı. Suriyada artıq proses o Əsədin devrilməsindən sonra tamam başqa bir yön alır. Qarşıda İran var, onun hazırlığı gedir. Ona görə Azərbaycanın, daha sonra Amerikanın Qafqaza və xüsusilə Azərbaycana diqqəti də artacaq, ehtiyacı da çoxalacaq. Çünki təkrar edirəm, Azərbaycanın öz coğrafi yerləşməsi və öz önəmi ilə yanaşı, elə məhz coğrafi yerləşməsi ilə əlaqədar və yeri gəlmiş ki, Ermənistan da İranla həmsərhəd dövlətdir. Bunu da unutmayaq. Çünki Amerikanın, özellikle Trump'ın daha doğrusu belə deyək, o administrasiyanın bölgəyə baxışı mənə görə, bilməm razılaşarlar dostlarımız ya yox, o cümlədə Ermənistanla hərbi əməkdaşlıq məsələsi və yaxud orada birgə hərbi təlimlər məncə daha çox İranla bağlıdır. Halbuki təbii ki, bizim üçün bu riskdir. Biz hər zaman o riskləri görməli və ona cavab verməli olacaq. Amma məncə Amerika burada daha çox diqqəti məhz İrana görə artıracaq. Amma təkrar maraqlar eynidir. Stabildir və hər zamankidir. Təhlükəsizlik, enerji və təkrar edirəm, təhlükəsizliyin də içində İran məsələsi gəlir. Biz danışdıq Rusiyadan, biz danışdıq Birləşmiş Ştatlardan, biz danışdıq Azərbaycanın təşəbbüslərindən. Eyni zamanda Birləşmiş Ştatlar və Türkiyə arasında da təmaslar var. Bu təmaslardan biri bugün bir neçə gün əvvəl baş verdi. Donald Trump'la Recep Tayyip Erdoğan telefonla danışdılar.
göründüyü qədərincə çox müsbət xarakterli bir görüş olub. Hətta Türkiyə qəzetinin yaydığı məlumata görə Trump danışıq əsnasında regionda Türkiyəyə etibar edirik kimi ifadələr işlədib. Heydər müəllim əvvəl söylədiyincə dünyanın bölüşdürülməsi bundan əvvəl də, hətta Sovet dövründə də məsələn NATO-nun cənub cinahı Türkiyə sayılırdı və hesab olunurdu ki, buradan NATO-nun müdafiəçisi Türkiyədir. İndi sizə elə gəlmirmi ki, Birləşmiş Ştatlar da regionda öz əsas tərəfdaşı kimi Türkiyəni seçib, bunun üzərindən siyasi proseslər qurmağa çalışacaqlar? Çox yaxşı sualdır. Öncə bu din söhbətindən yüngül var kiçik bir replika vereyim. Əslində Ermənistan bunu çoxdan etməyə çalışır. Aşbada onu çox görmüşük. Yalnız Trump'ı düz oxumurlar məncə. Çünki Trump'ın dini retorikası daha çox daxili siyasətə yönəlib. Məsələn, Macaristan da əliyə gəlmişkən Avropa Birliyində o xətti tutub, mühafizəkar xristian dəyərləri, amma Azərbaycanla münasibətləri çox yaxşıdır. Eyni zamanda Türk Dövlətləri Birliyində də müşahidəçi statusu var. Yəni, bunu xarici siyasət aləti kimi istifadə edəcəklərini, özəlliklə də bizə qarşı mən gözləmirəm. İndi gəlirik sizin birbaşa sualınıza. Çox maraqlı bir gedişat var. Əslində, o gedişat haqqında az yazırlar, danışırlar, amma çoxdandan başlamış bir şeydir. Türkiyə ilə Amerikanın əməkdaşlığı və maraqların qovuşması bir indi ən asan cavab, yüzdə olan cavab Orta Şərqdir. Suriya məsələsində Trump görürsünüz, Erdoğan haqqında çoxlu dəstəkləyici bəyanatlar vermişdi. Və oradakı gedişat ilə Amerika Birləşmiş Ştatlarından da, o cümlədən onun bölgədə ən yaxın müttəfiqi İsrailə də strateji maraqlarına uyğundur. Amma Balkanlar da var. Qafqazlardan aydındır. Biz bu haqda çox danışmışıq. Türkiyə NATO ölkəsi olaraq Azərbaycanla hərbi müttəfiqdir və bu dolayısıyla Amerikanın da marağındadır. Amma Balkanları orada Çinlə qarşı durmada Amerikanın Türkiyə ilə maraqları üstə düşür. Çinin bir layihəsi var. Çin istəyir ki, deməli, Çinin indiki dəniz nəqliyyat vasitəsilə Avropaya daşıdığı yüklər belə Hind okeanından gəlir, Qırmızı dənizə girir, Süveyş kanalından çıxır, Aralıq dənizində və Çin Yunanistanda və İtaliyada 2 liman alıb, orada yükləri boşaldılır, amma sonra ya dəmir yolu, ya avtomobil yolu, nadir hallarda hava yolu ilə o yükləri daşıyırlar. Bu isə yük daşımanı bahalaşdırır logistik olaraq. Çin indi nə eləmək istəyir? Çin indi istəyir başqa bir liman alsın Yunanistanda. Orada bir Vardar çayı var. Vardar çayından bir də yuxarıda Morava çayı var. Morava çayı Dunay çayına axır. Amma Vardar çayı ilə Morava çayının arasında bir hardasa 150 kilometr məsafə var. Oradan kanal tikmək istəyir. Çünki düşünür ki, indi həm də Dunay çayına Türkiyə boğazlarından keçir, Qaradənizə girir, sonra Rumuniyada boşaldır yükləri, Dunay çayına girir oradan. Amma istəmir Türkiyənin boğazlarına keçin, çünki rüsum ödür hər gəmiyə görə. Əgər oradan Çin o layihəni gerçəkləşdirər, bahalıdır, amma Çinin pulu var, verməyə də hazırdır. Texnologiyalar da var, kanal tikmək böyük bir şey deyil. Biraz düzdür, çayların, sahillərin, genişlərin dibini dərinləşdirmək lazım gələcək, onda texnologiyaları var. Amma geopolitik məsələdir bu. O xətt, o yol Çin üçün 4 ölkədən keçib, daha doğrusu 3 ölkədən və bir tanınmamış ərazidən. Yunanistan, Şimali Makedoniya, Kosovo, Serbiya. Yunanistanla Şimali Makedoniya münasibətləri çox da rəvan deyil, amma aşağı-yuxarı nisbətən yolunu tapıblar. Serbiya Kosovonu tanımır, Çin də Kosovonu tanımır. Amma Çin o kanal üçün bəlkə də Kosovonu tanımaya doğru gedə bilər. Və oradan əgər, çünki Çin belə düşünür, birdən o kanal dikilsə, artıq Türkiyənin boğazlarından keçmədən gəlir Dunay çayına. Dunay çayında da artıq bütün Avropa mərkəzi şəhərlərinə o yüklər daşınacaq. Orada Belqrad var, orada Budapeşt var, orada Viyana var və hələ biraz da iddialı düşünürlər. Oradan Niderlanda qədər daha bir yeni də kanal açsınlar ki, birbaşa elə o tərəfə çıxsınlar. İndi söhbət biraz uzandı, amma nə demək istəyirəm? Bu Türkiyənin marağında deyil. Birincisi ona görə ki, boğazlardan keçən gəmilərin xeyli rüsumu itirəcək, o pul maliyyəsi. İkinci, Türkiyənin o bölgədə geopolitik rəqibi olan Yunanistanın Aralıq dənizində siyasi və iqtisadi çəkisini artıracaq. Və burada da Amerikanın, Çinin Avropa ilə ticarətini asanlaşdıracaq və gücləndirəcək olası bu layihəni
gerçəkləşməni istəmir. Ona görə Balkanlarda da Türkiyə ilə ABŞ-ın Mövqelərdə geopolitik uzlaşma var. maraqları Çinə qarşı eynidir.